Nə Elsəvər yazılan? Hə. Elsəvər Mürsəlli olub ben. Hə, sonra. Ya bunu yaxşı mən də dedim sizə. Ne oldu indi siz bunu deyəndə ki, hara uzatdı? Bir ala Marolla oynayıram. Marol kafanı bilsən də. Yazın canlısına o bir profildən takip edirəm. Cırırlar özlərini ki, Marul ola bir Elsəvər kimdir, transdır, bir şey desin. İnanırsan uşaq ağzına alıb bir söz deməz. Necə cırırlar qaldılar? Yəni Öyle bu oldular. bizimkilər də dəhşətliləri ölürlər. Ən çox da inansan ən çox da Həsən xainlığı çəkən qızlardır. Ay kötü ben onu çatmır, öyle onu deyirəm həmişə. İnanırsan bax bir də yanında 3000-nə qədər adam var. 24 dənə uşaqlar gül. Hani oğlanlar nəsə söyləndə deyirəm ki, Bespontovidə söyürlər. Bu qızlar ki girib söyüş ağızlarına gələn nə yazı doldururlar. Mənə çatmır ki, hani sən qızsan da, yəni niyə axı? Hani nə yandırırsan? Sən hələ çox uzağa getməyim. Mən hansısa bir uşaqlar 24 dənə gül atın, hərəviz bir dənə. Məsələn üçün mən hansısa oğlan məni takip edirdi. O oğlan sevgilisi olur. Oğlan qız birinci mənim profilimi blok atdırır ki, Kotiya baxmayacaqsan sən. Niyə də? Hansı oğlanla tanış oluram, deyirəm ki, super sevgili olacağam buna nə bilimdən. Ailəsi bilmirəm, hardan bilirlər, necə bilirlər, kim bunlara deyir. Ailəsi bilir, oğlan mənə sabahsı gün deyir ki, mənim valideynlərim qoymur sənlə danışmağa, yoxa çıxır. Nə alakası var ya? Mən də o çatmır. Yəni, ona görə də şeydir, evlilər də məlumdur, evlilər də qıraqda, bucaqda görünməyən yerdir. Çünki onlarla takılıram da, yəni. Bir subay oğlanlarla danışanda bir sənətlərdə aşağı təbəqələrlə danışmıram da mən. Aynen, gəzəsən, bir yerə gedəsən, restorana gedəsən, həyatında. Ay sağ ol. Aşağı təbəqələrlə danışmam. Normal, yəni ailəsi, pulu, imkanı olan. Bunların ailələri bilir. Şərt falan qoyurlar. Ya o qızı çıxardırsan, ya səni övladlıqdan silirik. Elə bir mən gəlirəm bunun oğluna ərə qaça-qaça. Tutmuşam bunun oğlundan. Deyirəm gəl məndən evlə. Elə şey eləyən də deyiləm. Özdə həmişə mən məsələn köhnə sevgilim, hansı oğlanla sevgiliyordum, hamısı deyirdi ki, mənim köhnə sevgilim mənə ev alırdı. Mən yoxa çıxmışdım da ona görə. Prosta bəzi səbəblər var ki, biz ayrıldıq elədik. İndi mən burada danışa bilmirəm də. Qırıldıq, istəyirdi ki, məndən uşağı olsun. Yəni mən onu burada tam açıqlıqla deyə bilmədim. Başa düşdün? Yəni məndə də o şey olub, prosta alınmayıb. İndi həyatda da təzən özüm sıfır